Arsenalda şans tapmayan və dəfələrlə kirayə göndərilən Monakonun uzun müddətdir axtardığı qol ovçusu Mika Birch. Karyerasına Fulham 18 komandasında başlayan Mika Birch 37 oyunda 25 qol 15 asist edərək diqqətləri özlərini çəkməyə bacardı. Bu performansdan sonra Arsenal onu heyətinə qatdı. İlk mövsümündə o 21 komandasında 26 oyuna çıxıb 12 qol 5 asist etdi. A komandaya bir neçə dəfə çağırılsa da heç vaxt meydana çıxmadı. Ötən mövsümün ikinci yarısı uğurlu çıxışı sayəsində Sturm Graz'a icarə göndərən Birch UEFA Konferans Liqasında 4 oyunda 3 qol vurdu. Bu mövsümün əvvəlində 9 milyon avroya Sturm Graz'a tam transfer olundu. Burada cəmi yarım mövsüm keçirdi. Avropada bir çox klubun diqqətini çəkdi və 25 oyunda 14 qol 5 asist edərək qış transfer pəncərəsində 13 milyon avroya Monacoya keçən Birch Lig 1-dən indiyənə qədər 12 oyuna çıxıb 11 qol 3 asist etməyi bacarıb. Üstəlik bu mövsümün ilk 7 lig oyunda 3 hat-trick edərək son 70 ildə bunu bacaran ilk futbolçu oldu. Monaco illərdir Mbappe'nin boşluğunu doldurmağa çalışırdı və görünən odur ki, nəhayət doğru adamı tapıb.